Hə, köhnələr. Bax, 2-3 gün bundan qabaq, 2-3 gün bundan qabaq mən hansısa yolla getdim, çıxdım Məhəmmədiyə. Özü biz hara getdim, çıxdım, harda ki, yəni o heç tanımıram oraları, ya açığı. Bir də gördüm ki, yolun qırağında ət satırlar. Dedim, hələ keçirəm buradan. Bəlkə bunların yaxşı quzusu olar. Yəni gördüyüm dana əti idi. Bir gen maraqlanım görüm bunların quzuları var. Dedim, quzu var. Dedim, hə, bacı oğlu var. Ben her şeyi başa düşdüm. Neyse, düşdüm, yaxınlaşdım, açdılar soyuducularını, göstərdilər mənə. Yəni o döyür idi də. Deyirlər, avladılar məni. Deyir ki, bu bunun bel ətidir, bu bunun bel döyür. Götürüb mənə, nə bilim, qaburğanın o yuxarı boyuna yaxın olan yeri bel kimi mənə sıramaq istəyir. Nə bilim, qolu but kimi sıramaq istəyir. Hələ bildilər ki, yəni mən loxam da, heç başım çıxmır. Day demirlər ki, onları yığaram və belə düzərəm qabağıma. Ət barəsində onlara dərs deyərəm. İndi sözüm nədədir? Vay, gəlmişəm bura ağanın yanına. Ağanın dükanı harada yerləşir? Ələsgər Ələkbərov küçəsi. Neçədir bura? 112 gedir. Ələsgər Ələkbərov 112. Notariusdan üzbəüzdəki cərgədə. Vay, yəni səliqəli ət istəyirsinizsə səliqəli. Bax, gəlin bura. Bax, bir də bunun göstərim, bax, səliqəsini sizə. Bax, bax, bax. Bax, bu qardaş bax belə doğrayır. Bax, 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 bir dənə fikir verin buna, bax, bax. Bu asabuka steyki. Nə bilim, bax, özünü xoşlamır çəkəndə, Fərxad da oğlum dayanıb yanında, heç olmaz əlini çəkirəm ki, bu əlini görsün. Bax, bax, bax. Yəni ki, bu qardaş öz sənətinə hörmətlə yanaşır. Öz sənətinə də hörmətlə yanaşan, sözsüz ki, müştərilərə də hörmətlə yanaşacaq. Qəlbdən qəlbə bu qədər.